Hər kəsə salam dostlarım. Bugün sizlərlə ABŞ birjasını analiz edəcəyik. Qızıl, gümüş almaq olarmı? Bu haqqda sizlərə məlumat verməyə çalışacağam. İndi biz başlayaq ABŞ birjasından ilk öncə. ABŞ birjasında mən əsas S&P 500 və Nasdaq 100 indeksinə baxıram. S&P 500 ABŞ-ın ən güclü 500 şirkətidir. Nasdaq 100 ABŞ-ın 100 ən güclü texnologiya şirkətləridir. S&P 500-ə baxırıq ki, biz burada əsasən RSI güc indeksinin daha zəif olduğunu görürük. Burada biz belə başa düşə bilərik ki, alış gücü daha zəifdir. Burada deyə bilərik ki, günlük ortalamaların üzərindədir. Burada alış etmək ola da bilər, olmaya da bilər. Çünki burada təmkinli olmaq daha yaxşı olardı. Nəyə görə? Yəni bir yüksəliş gözlənilir. Burada mənim 7102, gələcəkdə gözlədiyimiz 7300 hədəfləri var. Bu hədəflərə çatıb ola bilsin ki, oradan düşüş oldu, ola bilsin oradan ora kimi yüksəliş olsun, sonra geri yenidən aşağı çək. Amma indi daha diqqətli və təmkinli olmaq zamanıdır. Yəni daha çox alış edəcək bir zaman deyil. Çünki bizi gözləyən bir neçə xəbərlər var. Əsas bu xəbərləri sizə göstərmək istəyirəm. Bu xəbərlərdən bəziləri ABŞ-da 3-cü günü gələn həftənin Trumpın danışığı var. Burada Trumpın deyəcəkləri çox önəmlidir. Ondan sonra gəlir bizi gözləyən əsas xəbər Amerikanın faiz qərarı. Amerikada faiz qərarı nə üçün önəmlidir? Onun üçün önəmlidir ki, Amerikada faiz dərəcəsinin aşağı salınması kiçik şirkətlərə və texnologiya şirkətlərinə çox böyük təsir edəcək və onların yüksəlməyinə kömək edəcək. Bizim burada analitiklərin aldığı qərar var ki, Amerikada faiz yüksələcək yoxsa yüksəlməyəcək və burada 95% göstərilir ki, sabit qalacaq. Biz buradan bu nəticəyə gəlmək olar ki, gələn həftə daha təmkinli olmaq vaxtıdır. Çünki bu İrana hücum etsə, burada çox siyasi baxımdan gərginlik yarana bilər və siyasi baxımdan gərginlik yaranmaq birjalar üçün pis bir nəticədir. Birjalar və kripto üçün yaxşı bir nəticə deyil. Qızıl, gümüş üçün yaxşıdır. Görək bu gözlənilməz bir hücum olurmu ABŞ-ın İrana? Yəni bu haqqda bir çox xəbərlər var ki, ABŞ İrana hücuma hazırlaşır. Görək necə olur. Daha təmkinli olsaq yaxşı olar. 23:30-da Amerika Mərkəzi Bankının rəhbərinin danışığı olacaq və bu danışıqda gələcəkdə özlərinin siyasətinin necə olacağı haqqında açıqlamalar verəcək və bu danışıq çox önəmlidir. Bu danışıqda adətən alqı-satqı etmək çox təhlükəlidir. Çünki bəzən çox sərt geri çəkilmələr və ya çox yüksəlmə kimi bir hadisələr baş verə bilər. Yəni ki, daha təmkinli olsaq daha yaxşıdır. Amma belə biz texniki analizdən baxsaq görərik ki, qrafik yaxşıdır. Məsəl üçün burada da görünür ki, 8 günlük, 13 günlük, 21 günlük ortalamaların üzərindədir. Alış var, amma birjanın əsas gözlədiyi xəbər ABŞ-ın Mərkəzi Bankının faiz dərəcəsini aşağı endirməsidir. Daha təmkinli olmağınızı tövsiyə edirəm. Alış üçün mən belə deyərdim, səbirli olmaq lazımdır. Qızıl, gümüşdə vəziyyət necədir? Qızılda gördüyümüz kimi ən yüksək alış həddinə çatıbdır. Deməli, burada RSI alış gücünü göstərir. RSI-də 82-dir. 82-dən aşağı düşdüyünü görürsünüz. Burada, bura kimi gəlib 53-ə kimi, sonra yenidən yüksəlibdir. Burada da yenə eyni hərəkəti təkrar edə bilər. 82-dən aşağı düşə bilər. Qızılda əsas gözlənilən xəbər geosiyasi vəziyyətin çətinləşməsidir. Yəni burada qızılın yüksəlməyinə əsas təkan verən şey ABŞ-ın İrana hücum gözləntisidir. Gümüşdə də yenə ən yüksək həddində zirvədədir. Gördüyümüz kimi güclü alış da var, 77. Burada isə 86-dan geri qayıtdığını göstərilir. Yəni burada biz texniki analizə baxsaq, məsəl üçün burada deyilir ki, gümüş almaq olar, amma ki, yenə burada təmkinli olmaq lazımdır. Çünki qızıl da, gümüş də ən yüksək hədlərdədir. Buradan elə bir hadisə baş verə bilər ki, çox aşağı düşüşlər, yəni çox sərt geri çəkilmələr ola bilər. Bu birjaların əsas xüsusiyyətidir ki, FOMO qorxusu var insanlarda, acgözlük, hər kəs aldı, qazandı, mən qaldım kənarda. Bu zamanlarda çox təmkinli və səbirli olmaq lazımdır. Əgər səbirsiz olsanız, pul itkiləri çox ola bilər. Bitcoin-da gördüyünüz kimi bu 94, 97, 90 min səviyyələrində özü üçün gəzir. Coin-in yüksəlməyinə imkan vermirlər. Elə sabit qalıbdır öz yerində və mənim gözləntilim insoluna kimi Bitcoin-in yüksəlməyidir. Çünki biz bura baxanda da görürük ki, burada da Bitcoin-i 81, 82, 87 aralıqlarında saxlayıblar. Bir müddətdən sonra yüksəlməyə başlayıb. Burada
burada da həmin bir hadisələr baş verə bilər, amma yenə də təmkinli olmaq lazımdır. Gördüyünüz kimi burdan aşağı da düşə bilər, sərt geri çəkilmələr də ola bilər. İndi daha təmkinli olmaq zamanıdır. Alış üçün daha səbirli gözləmək lazımdır ki, müəyyən şərait, müəyyən yaxşı bir vaxt olanda alış etmək olar. Mən belə deyərdim, Amerika birjalarında vəziyyət belədir ki, Bitcoin, Ethereum hype-ı var idi. Hər kəs dedi ki, $1000 alıb kənara qoysan, coin qalxacaq, elə olacaq, belə olacaq və o zaman coin qəşəng yüksəldi. İndi məsəl üçün ağır metallarda gözəl hype var. Məsəl üçün qızıl alsaydın, qızıl qalxacaqdı, gümüş alsaydın qalxacaqdı. Sonra bu hype-lar sönəcək və yenidən ola bilsin ki, Bitcoin-ə keçə bilər, ola bilsin ki, səhmlərə keçə bilər. Yəni bazarı səbirli və təmkinlə izləmək lazımdır. Pulunuzu bir şeyə yatırmayın. Çünki o bir yatırdığınız alət düşsə, o zaman böyük pul itkilər itirirsiniz və bu birjalarda, bu sistemdə iş elədir ki, pul itirmək çox rahatdır və itirdiyin pulu geri qazanmaq çox çətindir. Ona görə çalışın ki, balanslı hərəkət edin və özünüzü daima inkişaf etdirməyə çalışın. Çünki hər itirdiyiniz pul sizin üçün təcrübədir. Nəyi sərf etdiyinizi, özünüzü analiz edin. İzlədiyiniz üçün təşəkkürlər. Əgər sizin də bu sahə ilə bağlı sualınız varsa, mənə şərhlər bölməsində yaza bilərsiniz. Vaxtım olduğu müddətcə sizlərə çalışıb məlumat verəcəm.